Hər vaxtınız xeyirli olsun. Masazırda mərkəzə çox yaxın asfalt küçənin üzərində inşa olmuş belə bir 4 otaqlı həyət evi çəkib təqdim edirəm dəyərli dostlar. Həyətinin beşitkası əldamı düzəldilib burada. Giriş qapısı da əlavə kaletka qapı yan tərəfdəndir. Evin çöl görünüşü bu qaydadadır. Evin birinci və ikinci mərtəbəsi monolit betondur. İkinci mərtəbənin yekununda beton kəmər atılıb. Paket qıpçalı dövlət ipotekasına yararlı evdir. Buradan bu əldam dediyim hissəni sizlərə göstərim. Belə bir böyük sahə var burada dəyərli dostlar. Əlavə avadanlıqlar var ki, onlar çıxarılacaq təbii ki. Masazırda mərkəzi yola yaxın bir məsafədə yerləşir. Şok marketin arxa tərəfində də daş qumbazlarına yaxın bir məsafədə asfalt küçənin üzərində hündür rütubətsiz əla bir ərazidə yerləşir. Qeyd etdiyim kimi dövlət ipotekasına yararlı evdir. Çox əla qiymətdə satılır. 121 min manat evin ilkin qiyməti. Baxın dəyərli dostlar, bu binalar Rahat market, şok marketin yanındakı binalardır. Bu Əli Ağvahid heykəlinin yanındakı binadır. Çox hündür əla bir ərazidir. Evin bu tərəfinə də gördüyünüz kimi keçid etmək mümkündür. Qazın, suyun, işığın fasiləsi olduğu mərkəz kanalizasiyasının fəaliyyət göstərdiyi bir ərazidir. İndi gəlin evin daxilindən tanış edeyim sizləri. Hazır köçyaşı evdir. Öz şəxsi əşyalarınızı gətirib aksesuar və mebelinizi yığdırdıqdan sonra rahatlıqla yaşaya bilərsiniz. Bu açıq foye zal kimi nəzərdə tutulub. Qonaq otağıdır dəyərli dostlar. Burada televiziya üçün stend, kondisioner xətti, tavanda gizli işıqlardan və spodlardan istifadə olunur. Burada mətbəx sahəsi var. Bu mərtəbənin döşəməsi bütünlüklə istipoldur. Mətbəxdən bayaq göstərdiyim terrasıya çıxış var. Belə bir geniş mətbəx sahəsi. Burada yerləşir ilk mərtəbənin sanuzeli. Baxın, belə bir sanitar qovşaq istipolun xətləri buradadır. Kombo aparatı burada quraşdırılacaq. İkinci mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel. İndi qalxaq üst ilə mən sizləri tanış edeyim. Evin qiyməti 121 min manatdan təklif olunur. Alıcılarla qiymətdə razılaşmaq mümkündür. İkinci mərtəbəyə qalxır. Birləşəndə betondan yığılıb. Artıq ikinci mərtəbədə isidilmə radiator vasitəsilə təchiz olunacaq. 2 ədəd otaq. Bu üçüncü otaq, bu sanuzel və buradan eyvana çıxış. Buradan mən sizə bu mərtəbəni göstərim, bu otağı göstərim. Belə bir yataq otağı. Buradan daha sonra növbəti belə bir yataq otağı. Buradan eyvana çıxış var. Belə bir eyvan sahəsi. Buradan ümumilikdə 4-cü otaq. Hər otaqda kondisioner və televizyon xətti çəkilib. Burası sanuzel. Evin qiyməti 121 min manatlı Masazırda mərkəzi yola çox yaxın, qapısının ağzına kimi asfalt yoldur. Alıcılarla qiymətdə razılaşma mümkündür. Dövlət ipotekasına yararlı evdir. Yalnız ipotekası ayrılmış şəxslər müraciət eləsin, kreditlə satılmır. Alıcılara endirim olunacaq. Sağ olun, hələlik.